Donald Trump Netanyahu'ya İranın neft tankerlərinə hücumlarla bağlı xəbərdarlıq edib. Bu barədə nüfuzlu New York Times nəşri yazıb. Lakin Tel Avivin yaxın müttəfiqinin tapşırığına məhəl qoymaması iki ölkə arasında ciddi fikir ayrılıqlarının olmasından xəbər verir. Ekspertlər bildirirlər ki, buna səbəb Amerika Birləşmiş Ştatları ilə İsrail arasında İrandakı müharibənin gedişatı və mümkün nəticələri ilə bağlıdır. Ağ Evi bu hərbi kampaniyada daha çox iqtisadi mənfəət maraqlandırsa da, Tel Aviv hücumların daha ağır fəsadlara səbəb olacaq hakimiyyət dəyişikliyi senarisinə üstünlük verir. Bəs mövcud fikir ayrılıqları müharibənin gedişatına, eləcə də müttəfiqlərin münasibətinə necə təsir edəcək? Əməkdaşlarımız ekspertlərin rəylərini öyrəniblər. İzləyək. Birləşmiş Ştatlar lideri Donald Trump və silahlı qüvvələrinin mərkəzi komandanlığının rəhbəri Brett Cooper İsraili İranın iri neft müəssisələrinə hücum etməmək barədə xəbərdar edib. New York Times nəşrinin məlumatına görə Ağ Ev administrasiyası rəsmi Tel Avivə İranın enerji obyektlərinə edilən son hücumlardan narazı olduğunu çatdırıb və İsrailə Vaşinqton tərəfindən təsdiqlənməyincə bu cür hücumları bir daha təkrarlamamağı tapşırıb. Buna baxmayaraq İsrailin baş naziri Trumpın sözlərinə məhəl qoymayıb. Ekspertlər deyir ki, Birləşmiş Ştatlar İsrailin əsas strateji müttəfiqi olsa da, Tel Aviv təhlükəsizlik məsələlərində son qərarı özü verir. Elə iki müttəfiq arasında fikir ayrılıqlarına səbəb də budur. Bir çox məsələlərdə onlar həm fikirdirlər, amma İranla əlaqədar uzun müddətli strategiya ilə bağlı bəzi fikir ayrılıqları görürük. Fikrimcə Netanyahu fərqinə varır ki, Trumpla İrandakı hakimiyyət dəyişikliyi məsələsi barədə fərqli düşüncələr var. Liderlər bunu fərqli formalarda istəyirlər. İsrailin məsələsinin siyasi tərəfləri ilə bağlı da narahatlıqları var. Düşünürəm ki, Amerika Birləşmiş Ştatları həmçinin Trump hadisələrə biznes tərəfindən baxır. Enerji böhranının sabit saxlanması işlərin davam etdiyinə əmin olmaq istəyir. Eləcə də Trump bunun Amerika Birləşmiş Ştatları üçün hansı iqtisadi faydaları olduğuna önəm verir. Netanyahu isə daha çox uzunmüddətli strategiya haqqında düşünür. Yəni burada söhbət böyük hakimiyyət dəyişikliyindən gedir. Netanyahu hökuməti üçün əsas məqsəd İranın regional gücünü hərbi və iqtisadi hücumlarla sıfırlamaq, Birləşmiş Ştatlar üçünsə İranın cavab tədbirlərini minimuma endirib, müharibənin tam miqyaslı hal almamasını təmin etməkdir. Ekspertlər deyirlər ki, mövcud fikir ayrılığı siyasi gərginliyə səbəb olsa da, iki ölkə arasında müttəfiqlik münasibətlərini kökündən sarsacaq səviyyədə deyil. Amerika Birləşmiş Ştatları İsrailin bu bölgədə mövcud olmasının qarantıdır. Və İsrail də öz növbəsində Amerika Birləşmiş Ştatlarının bu bölgədə bir təmsilçisi kimi öz mövqeyini çox möhkəmləndirib. Bunların hansısa bir siyasətdə eyni bir fikrə, eyni bir senariyə razılaşmaması mümkün deyil. Fikir ayrılıqları ola bilər, lakin bu fikir ayrılıqları öz aralarında həll olunub, yenə alternativ bir yol tapılacaq. Ümumilikdə isə mövcud vəziyyət təkcə dövlətlər arası siyasi gərginliklərə deyil, müharibənin gedişinə də təsir göstərə bilər. Ekspertlər deyirlər ki, tərəflər tam miqyaslı müharibədən qaçmağa çalışsalar da, bölgədə bu tip hücumlar İsrail-İran kölgə müharibəsinin açıq fazaya yaxınlaşdığını göstərir. Bu fonda isə Birləşmiş Ştatlar öz müttəfiqinə xəbərdarlıq ritorikasını daha sərt edə, həm enerji böhranının qarşısını almaq, həm də yeni münaqişə ocaqlarının yaranmaması üçün daha tədbirli siyasət apara bilər.